Salam. İnşallah tıklayın da. Ne olar ki tıklayanda. Gör səhifəm neçə gündür pis gündədir. Aha, buyurun. Ləman xanım, necəsiz? Yaxşıyam, buyurun. Xanım, sizdən bir məsləhət almaq istəyirəm. Elə bir ki, mənim yoldaşım bir il evliyik. Mən bundan şübhələnmişəm ki, başqa qadınla danışır. Yox ha. Hətta şübhələnirəm də. Aha. Və tutmuşam, necə tutmuşam? Yəni qız nömrəsini görmüşəm. Qız boynuna qoya bilmirəm. Bilməm necə eləyim. Necə tutmuşsan bəs? Qız nömrəsini görmüşəm, salam balam yazmır. Ha. Sonra bunu mən də onu da gəlib telefon əlindən aldı və sübut edə bilmədim. Halbuki düşdü orada, boynuna qoya bilmədim. Hə. Bilməm nə eləyim. Görmüşsənsə görmüşsən də boynuna asla qoya bilməyəcəksən. Üzvə duracaq. Durdu da. Durdu hələ mənə boşdu çıxartdı ki, mənim telefonumu yoxlayırsan, neymişsin? Həşin olsun da, nə boş ver, boş ver. Yəni ciddi sevgizat olmaz, ondan qorxuram. Ay qızına ciddi sevgi olacaq. Yox. Turlar da. Tək olsun, prosto qorxuram ki, bağlanıb eləyər. Evə gec gəlir. Bəzən yox. Məsələn. Mən həftədə bir, məsəl üçün, o həftədə 2 dəfə evdə olmur da, yəni səhər üzrəli 5-6 işləmiş belə. Deyəndə deyir, Onda o qız ailəli dəftədə 2 dəfə onun ərisimində olur, bu da onun yanına gedir. 100%. Çünki deyirəm, mən boşlu çıxardır, qalıram belə. Konum atdır da. Atmış, hər ki, məni güdürsən, nəm neymişsən, mamam gələ şikayət edəsən, dedim ki, qızım məni bezdirdi, məni yoxlayır. Çərək dalıcan çıxıram. Poxu var. Hər ki, sağlıq, mən də qalıram, amma içim yerdə, yəni çox qısqandım ki, kimsə var. Görmüsən də, var da. Var. Var bacı, var. Səni necə davranır? Pis deyil, yəni deyim ki, mən nəsə qurcalayanda, onda pis davranır, amma belə yox. Bürücü nədə az ərciyəcdir? Əksizlər. Sən nəsən? Mən xərçəng. Heç nə. Yaxşı olar, fikir eləmə. Çox sağ ol. Canlı yayımlıq şarəsini paylaşaq qızlar. Bir də mikret ataq. Mikretimiz şey olmasın. Tamamlansın. Fikir vermə. Bilmirəm bürclər haqqında. Mən pox yiyib bir də bürc haqqında danışmayayım. Qara qaş, qara göz, şirin dil, şirin söz. Çox sağ ol Fatışım, var olasın. Adam da yoxdur, oynayaq, ay qız, quruyub Gələ arada gündüzlər PK eləyim mən. Sırf PK üçün açır. Bir ara səhərə yaxın tutuzdurmuşdum. İndi o işimə görə eləyə bilmirəm də. Cəzama eləyirəm deyə səhər otura bilmirəm burada. Mənim ruzum səhərlər olur da. Durmaq yaraşmır, çox da qəşəng yaraşır. Sevməsən də olur. Burada bu arada telefonum iPhone neçədir? 16 Pro Max. Hələ gəlmir. Bəli, buyurun. Xeyr. Salam, buyurun.
Deməli, mən bir şey demək istəyirəm. Mənim 6 ildir xoşuma gələn bir oğlan var idi. Və mən bunu heç vaxt üzünə demirdim. Daha sonra həmişə rəfiqəmə deyirdim ki, bəs xoşum gəlir belə. Nalis Qarayeva, mən zəhmət olmasa 077 318 3099 nömrəmə yaz, hə? Aha. Deməli, mən bunu rəfiqəmə deyirdim. Rəfiqəm də bir dəfə məndən icazəsiz gedib özünə deyib ki, bəs bu həmin şəxsin səndən xoşu gəlir. Daha sonra bu yaxınlarda öyrənmişəm ki, bu arada rəfiqəm 10 illik rəfiqəm idi. Və bu yaxınlarda öyrəndim ki, 10 illik rəfiqəm 2 ildir, 6 ildir sevdiyim şəxsdən 2 ildir sevgiliymiş. Və mənim bundan yeni xəbərim olur. Mən oğlan şaşırdık mı, şaşırmadık. Necə? Şaşırdık mı, şaşırmadık. Təbii ki də, xeyr. Mən heç kimə güvənim yox idi. Mən normalda heç bir rəfiqələrim... Qızlar canlı da olub, hə? Necə? Sən nə deyiləm, hə? Deməli, mən normalda heç kimə güvənmədiyim üçün sirrim sözümü vermirəm. Lakin bu bir yerdə olmuş hadisə idi də. Daha sonra indi oğlan mənə yazır. Mikret atın qızlar, kim atsa takip atacağım, hə? Oğlan deyir ki, gəl sevgili olaq belə elə. İndi isə mən qəbul eləmirəm. Çünki bir insan mənim gözümdən düşürsə, var olmamışcasına yox olur həqiqətən, yəni qəlbimdən. Yəni belə. Və sizin də yorumunuz önəmlidir mənim üçün. Siz bu haqqda nə düşünürsünüz? Şey çıxıb, burası səpib. Heç nə, başım bıraq getsin. Diana, çox sağ ol. Təbii ki, başım bıraq getmişəm usta. Pızqırd elə. Tamam. Gecəniz xeyrə. Xeyrə qarşı. Redd edəcəksin bacım. Yazın na listədə, mən hardan bilim siz yazın, dırnağa görə yazmış. Çoxdur yazı yazan mənə. Bəli. Sıxmıram, təzə çıxıb özü gedəcək. Axşamınız xeyir. Axşamınız xeyir. Mənim xanım, deməli mən bir oğlanla sevgili idim, 4 ayda danışdıq. 4 ay müddətində görüşməmişdik. Və görüşəndən sonra mənə qarşı çox soyuq davranmağa başladı. Yəni hətta mənə deyirdi ki, sən şəkildə belə düşdük görsənmirdin, görüntüdə belə görsənmirdi. Ola bilərmi ki, mən bəyənməsin, indi mənə qarşı çox soyuq olsun? Ola bilər, yox bəyənmirdim. Yəni görünüşümü bəyənməyib ona görə. Yəni ona görə qırmaq istəyir məni yəqin. Yəni sizcə mən onu, yəni ondan ayrılım, yəni gözləməyim də onu eləməyini. Gözləməyim. Yəni blokatımda ayrılım. Hə, ayrıl. Heç nə mənim xanım. Öpürəm sizi. Çox sağ olun, gecəniz belə qalsın. Sağ ol. Qızlar, fərqli olsun deyə pox yedim. Nəsil əcabətimin ağzı ilə dırnağımı bu dəfə belə elədim. Tikdüz ömrümü. Bağışlayın. Kvadrat elə. Bu dəqiqə çıxır, çağırıram dırnaq ustasını, kvadrat eləyir. Niyə yaraşmır ki? Çox da qəşəng yaraşır. Başınıza daş düşdü yenə. Mənim xoşuma gəlir. Əl mənim, dırnaq mənim. Mən belə rahatam. Mən heç kim fikri maraqlı deyil. Xanım dirəşib ki, gəl pulsuz dırnaq vereyim, məni reklam elə. Xanım, bu nədir? Əlimdəki nədir aşkım? 2 gün deyiləm. Bu nədir bacı? Bu dırnaqdır. Bu nədir? Dırnaq. Bu nədir? Dırnaq. Bu nədir? Bu dadır. Bəs bu nədir? Bu nədir? Dırnaq. Öldüm. Mən ondan daha yaxşı edərəm. İndi deyəm. Hamısı bir söz deyim, incimeyin. Sən də dırnaq ustasısın, o da dırnaq ustası. Niyə bir-birimizin pəlin vurursunuz? Niyə kimisə çörəylə oynayırsan? Yaxşı edirsənsə məni niyə reklama çağırırsan? Deməli, sənin reklama ehtiyacın varsa yaxşı deyilsin.
İndi gecən xeyrə qalsın, özünə yaxşılıq. İstəsən də ödənişlə edirəm. Ödəniş batarsan reklam eləyərəm. Mən dırnaq ustalarını ödənişsiz eləmirəm. Çünki xoşlamıram. Salamat qal indi. İndi get, işinlə məşğul ol. Əla edirsən, pulu ver, reklam vereyim elə. Gəl, mən bunu pulla eləmişəm. Reklama eləməmişəm. Öz pulumu verib eləmişəm. Xoşuma da gəlir, çox da qəşəngdir. Çox da super eləyib. Yəqin ekrandan kobud görsənər, çox qəşəng eləyib. Dırnaq nətər olmalıdır ki, qıraqdan bax. Necə olmalıdır ki? İndi mənim əlimin olanı budur da, neynəsin yazıq. Səliqəli, incə, necə olmalıdır? Dırnaq necə olur? Yaxşı, çox sağ olun. Təşəkkür edirəm diqqətinizə görə. Vallahi almağa ehtiyac yoxdur. Deməyiniz bəs idi. İzləyicim də mənə kabur alıb. Sabah göndərəcəm sənin üçün kabur alıb. Küləkdir dəhşət. Neçə gün belə olaq. Neçə gün belə olaq. Mən effekt qoymamışam ki, mənə də yaraşmasın. Mən effekt qoymuram. Filtr ola bilər biraz. Görün var. Qaralmışam, qar eləmişəm qızlar. Effekt deyil. Qiymət deyəndən sonra oldu xanım, sağ olun. Deyil, mən ondan da qəşəng eləyərəm ki, mənə reklam elə. Sən qazanmaq istəyirsən, cəmaat qazanmaq istəmir. Çox paxılsız, çox. Utanmırsınız falan. Elə insanları xoşlamıram da. Zaqarın 10 dəqiqəsi 8 manat idi. Mən amma 8 manatlıq eləmədim. Biraz artıq verdim. 40 manata da krem aldım. Belə şokoladlı kremdir. Ən qəşəngi. Bilmirəm, o kremdən işlədirsiniz yoxsa yox. Görüm onu hara qoy. Ali, mənim axsun, divanın üstünə mənim kremim var. Gətir bura. Aha. Onu elədim, girdim sələrimə. Sənə nə olub? Nə olub? Sakit oturmuşuq da, çatmır bəzilərin başında. Ha, budur. Hamı reklam, hamı kremlə girir də. Xanım, demirəm ki, hamı nəyinəsə girir. Deyirəm, yəni ki, qəşəngi budur da, bundan alın. Bu mənə məsləhət gördü. Qız orada, qızım bilirləmişdi, çox qəşəng idi. Səndə çatır. Yanmış ama biraz kızarmış. Screen edeyim. Hələ birinci dəfədir. 5-6 dəfə gedəcəm. 5-6 dəfə gedəndən sonra həftədə 3-4 dəfə gedəcəm. 2 gündən bir gündən bir ki, rəngim stabil qalsın. Pik eləməyə, nə bilim, nəvəsim yoxdur. Kimdən oynayayım, maraqlı adam yoxdur. Gəlməsən də olur, sevməsən də olur. Həvəsim yoxdur axı. Qıza tıklayın lan, onlar nə qədər oturmuşuq.
Olsa kimsə olar, oynayaq mırtdaşaq, olar heç kəs yoxdur ya. Kim yığmaq istəyir, yığsınlar, nömrə açıqdır. Emil yoxdur axı burada. Boğazım nışqılar, Sələrimə getmişdim. Geçici. Bəli. Ne olur, bəli dedim, adı boy verdin. Alo. Yadına batsa düşüb. Kimin adını yazmıyorum benim çatımda. Bəs sen ölmüştün, ölsün sen canım. Alo. Axşamınız xeyir. Axşamınız xeyir. Deməli, mənim belə bir problemim var. Özümdən bir yaşlı böyük xanımla münasibətim var idi. Ada neçə yaş? Necə? Neçə yaş böyük? 15. Neçə yaşın var ki sən? 25 məndə deyil. Onda da 45. 5 ay münasibətimiz oldu. 5 aydan sonra mənə dedi ki, bəs mən səni istəmirəm. Mənə bax, qonşularla söhbət eləyəndə, arvadlarla söhbət eləyəndə tanış oldun? Yox, belə sələz görmüşdüm. Ha. Yəni, belə o münasibətimiz oldu da, yəni 5 ay sonra ki. 5 aydan sonra mənə deyəsən ki, bəs mən səni istəmirəm. Aha. Durduq yerinə. Ne için belə desin? Niçin? Ne şüphe ola bilər. Nasıl? Nasıl söndü da bu mən? Nasıl söndü? Sonra ne dedi? Heç nə də dedi ki, istəmirəm, bəs mənə narahat eləmə. Zəng eləmə, gəlmə. İstəmirəm, yəni bir gəlmə ki, istəmirəm. Takipten çıxartdı səni? Yox, blokaza da atıb əli yanına. Takip eləmə? Yox. Ne olub, nə istəyirsən? Mən istəyirəm də ağlımdan çıxmır da bu. Ağlıma cavan qız girə bilmir? Söhbət oldu, deyirlər ki, girmir. İndi bunu görəndən sonra girmir heç kim. Ya ağlımdan da. Düzdür, 45 yaş qoca deyir, amma sənə görə qocadır da. Yox, indi o da yaxşı qalmışdı da, yəni az görünür də, yəni belə 30 zat belə. Sevirsən onu? Hələ. Niyə indi? İndi ağlımdan çıxmır da, neyiniyim mən? Necə eləyim? Düşünün, barışmır səninlə? Yox, axırıncı bunu deyəndən sonra mən daha şey elədim də, atdı bloka düşmədim də. Elçi getdi, evin adını tanımırsan, göndərdi evdəkiləri. Elçi? Adı elçi demirsən, sevirəm. Yox, o evlənən şeydi deyil. O düz gəlmir axı. Mənə bəlkə oğlu zat tutub onu səndən danışan yerdə. Yox, oğlu yoxdur. Qızı var? Yəqin qızı şərt qoyub ki, danışma da, mən evlənəsi qızam. Sən də durub cavan oğlanla danışsan. Yox, qızı bilmirdi axı. Bilib də. Bilmirdi. Bilib də. Nə bilim, nə olsun, bəs bilcə, 15 istəyər da qaldı. Bura yazıb ki, evladım üçün aşkımdan vazgeçdim, Sərhan.
Ne şey olur. Ne bileyim, qalmışam. Beynimden çıxmır söhbət. Neyim düşüm dalınca. Axtarım. Axtarcına. Çıx, verişə zada. Bir də sevirəm səni Şəlalə. Şəlalə deyil axı. Nədir bə? Başqadır da. İçmi sənə də qızım dərdindən? Yox. Yoxsa başqa nəsən? Heç nə dədə, oldu. Gedən xeyrə qalsın. Yaxşı, xeyrə Bu qayışıq. səbəb bəlli oldu deyə gedib. Sağ ol, sağ ol. Oldu. Nikolu deyir, xalan pulun yiyir. Ağlından da çıxmır. Alfons. Ağlından çıxmır. Rəğət